axırda da bilirsiniz necə oldu? Ən maraqlı, ən yüksək səviyyədə bizim çıxışımız oldu. Bütün baraban çalanlar dedilər ki, yox biz səninlə çalmırıq, vaxtımız yoxdur. Onda Elza xanım Natiq Şirinova çağırdı ki, Natiq gəl bu nağaranı, mən idim, trio, Natiq, sonra bir də Şəhriyar. Turbaş Akif. Turbaş Akif. Biz onunla çıxıb, bizim qonşular gəldik. Hamısı bilirsiniz, bəlkə modulyasiyalar var, öz texnikavı göstərirsən, amma yenilikçi yox idi. Orada Mike Del Ferro gəlmişdi Finlandiyadan, atası da böyük vokalist, caz ustadı. Dedi, Elza xanım, mən istəyərəm ki, sizdən öyrənim. Onda da Elza xanımı oradan vurub belənçi xanımlar atmağı istəyirlər. Mən Ergiz müəllimin sözünə söhbət edirəm ki, orada nə verirlər? Necmi xanım nədir? Biz ədəbiyyat adamıyıq. Sənətkar kimi sənəti yüksək bilirlər. Dünən dedim mi? Həmən sözümü üstündürüm. Elza xanım, həmişə mən belə, deyirəm, başına cürəbə-cürə şeylər qoyur. Deyirəm ki, o da onun imicidir da, xoşu gəl. Mənə ləzzət edir. Yəni, ağaç qoyur, gillər. Bax, görsən, qəşək gəlir. Mən istəmirəm söz deyim. Mən istəmirəm ki, bir dənə söz deyəcəyim.